Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Allahümme yassir li emri ve eşrah li sadri ve ahlil uqdada min lisani yafqahu qawli. Allahümme allimna ma yanfa'una ve enfa'na ma allamtana inneke entel alimul hakim. Allahümme beyin lana hakka hakkan varzukna ittiba'ahu ve beyin lana batıla batılan vecibne min. Ya mufahimil Süleymane fehimna, ya muallimil İbrahim allimna. Allahümme allimna ma yanfa'una ve enfa'na ma allamtana inneke entel alimul hakim. Her şeyden önce Allah subhanahu wa ta'ala'nın nimetlerine şükretmeye lazımdır. Ve kul unutmalı değil ki, kul ne kadar çok Allah subhanahu wa ta'ala nimetlerine şükür ederse, Allah subhanahu ta'ala ona olan nimətlərini daha da artırar. Və bugünkü nimətlərdən açıq-aşkar olan nimətlərdən biri də əmin-amansılıq nimətidir ki, həqiqətən də əmin-amansılıq nimətinin sayəsində biz dinimizi öyrənib, öyrədib və öyrəndiyimizi əməl edə bilirik ki, Allah sonra bizim bu nimətimizi daha da artırsın. Allah subhanahu ta'ala bu nimətin yəni bu dərsin təşkilində, yəni səbəbkar olan ev əhlini hifz eləsin, onların malına, mülkünə bərəkət versin və Allah bizim məclisimizi daha da bərəkətli etsin və bizi eşitdiyi faydalardan eləsin. Və biz keçən dərsi İmam Buxari Rəhmallah'ın deməli 18-ci, yəni imam bölməsindən 18-ci, yəni bölməsinin babını bitirdik. Və bugün də inşallah 19-cu bölmədəyik. İmam Buxari Rəhmallah buyurur ki, İzə ləm yəkun el-İslamu aləl-həqiqə və kən aləl-istisləmi əvəl-xofi minəl-qatili. Müəllif buyurur ki, belə bir başlıq qoyub ki, əgər deyir, İslam həqiqi olmasa, yəni bir insan zahirən İslam iddia edirsə və İslam onda həqiqi deyilsə, yəni onu demək istəyir ki, yəni əgər həqiqi deyilsə İslam o insanda, o İslam ona fayda verməz. Çünki deyir ki, həqiqi olmadığı halda onda İslam, yəni onun İslama gəlməsi ya qorxudan, ya da ki, ölümdən, yəni hidayət, yəni İslama, yəni gəlməsidir. Yəni müəllif onu qeyd etmək istəyir ki, yəni əgər Allah subhanahu ta'ala təslim olmaq, yəni həqiqətən deyilsə, yəni onun İslamı şəriət qaydaları ilə, şəriətin buyurduğu İslam deyilsə, yəni hər hansısa bir səbəbdəndir, ya qorxudan yənədənsə, yəni onun o İslamı ona heç bir şey fayda verməyəcək. Müəllif bu başlığı gətirir və sonra da müəllif dediyinə bir neçə ayə gətirir ki, Allah subhanahu Quran-ı Kərimdə buyurur ki, Qalətəl ərabu əmənnə, qul ləm tu'minu, və ləkin qulu əsləmlə. Allah subhanahu ta'ala ərablar deyəndə ki, biz iman gətirdik, dedi ki, deyin, siz hələ iman gətirməmişsiniz. Lakin deyir, deyin ki, təslim olmuşuq. Və burada Allah subhanahu ta'ala onlar özlərinə möminik, iman gətirmişik sözünü deyir, belə şey deməyin, lakin nə deyin? Çünki deyin ki, İslam olmuşuq, yəni zahirən təslim olmuşuq. Ona görə ki, çünki imanla İslam ayrı-ayrıdır. Əgər biri gəlibsə, ikisi nə olur? Cəmləşir. Əgər ayrı-ayrı gəlibsə, İslam İslamdır, iman da nədir? İmandır. İslam aiddir nəyə? Zahiri bədən əməllərinə. Namaz, oruc, həz, zəkat, kəlmə-i şəhadət, dua, zikir və s. Amma iman isə batın olan əməllərdir. Etiqad məsələlər, qorxu, xof, rəca, sevgi və s. Bu da batini olduğuna görə Allah subhanahu ta'ala həmən o bədəvi ərəblərin özlərinə deməsələri ki, biz iman etmişik demələrini dedi, elə deməyin, deyin ki, biz hələ təslim olmuşuq, hələ müsəlman olmuşuq. Və ayənin sonunda deyir ki, hələm deyir, iman sizin qəlbinizə daxil olmayıb. Çünki insan, və bu ayə həqiqdən də bugünkü bir çox, yəni qiblə əhlini təkfir eləyənlərə açıq-aşkar dalətlərdən biridir ki, yəni insan İslam çərçivəsində ola bilir, amma hələ mömin çərçivəsinə çatmaya da bilər. Çünki ən yeni çərçivə hansıdır? İslam çərçivəsi. Ondan sonra, İslamdan sonra ən yeni çərçivə hansıdır? Mümin. Ondan sonra ən yeni çərçivə hansıdır? Muhsin. Və buna görə sələflər deyir ki, hər bir müsəlman mömin deyil. Hər bir mömin müsəlmandır. Hər bir mömin mühsin deyil. Ancaq hər bir mühsin nədir? Mümindir.
Yəni, yuxarı dərəcə hər iki dərəcədir. Amma aşağı dərəcə yuxarı dərəcələrə aidiyyət yoxdur. Aydındır. Sonra isə müəllif İmam Buxari rəhməhullah deyir ki, فَإِذَا كَنْ عَلَى الْحَقِيقَ فَهُوَ عَلَى قَوْلِ جَلَّ وَذِكْرُهُ اِنَّ دِينَ عِنْدَ اللّٰهِ الْإِسْلَامِ Deyir, əgər deyir İslam onda həqiqi İslamdırsa, yəni Allah Subhanahu taalanın Quranda və Peyğəmbər s.ə.v-in hədislərində buyurduğu İslamdırsa, onda deyir, o da deyir, aşağıdakı ayə müvafiqdir. Həqiqətən deyir ki, Allah Subhanahu taalanın dərgahında olan din hansıdır? İslam. Deyir ki, İnnə din indallahil İslam. Həqiqətən də Allahın dərgahında olan din nədir? İslamdır. Və bu ayə də birbaşa olaraq bugünkü gündə, yəni İslama, yəni tolerant deyirlər, nə deyirlər, güya bütün dinlər bərabərdir, hər öz dində qalırsa, bu birbaşa həmən o iddia edənlərə dəlildir ki, İslam dini onların üzərində uca dindir və İslam dini bütün dinləri nəsx edib və o biri xristiyan və yahudinin İslam dinindən sonra dini nə deyil? Səhih deyil. Əgər o İslam dini haqqında eşidib, iman gətirməyibsə, Peyğəmbər s.ə.v dediyi kimi, yalnız və yalnız kimdir o? Kafirdir. Aydındır. Ancaq yox, bugün hətta müsəlmanlardan iddia edənlər, yəni özlərinə müsəlman deyən şəxsən iddia eləmələr ki, biz tolerantıq, nə bilim, xristiyan da yaşaya bilər, o nasran da yaşaya bilər, hər öz dini ilə getməlidir, heç kimi məcbur eləməlidir. Bəli, heç kimi məcbur eləmir. Amma İslam dininin borcu nədir? Onları öz dininə dəvət eləsin. Aydındır. Düz indi o qayda qanunlar, hansı ki İslam dini onlara dəvət eləyir, sonra onlarla döyüş verəxəsə, bunlar yəni İslam dövlətlərinə yəni xas olan, yəni çünki bunun müqabilində cihad və başqa məsələlər yəni ortaya gəlir. Ancaq həqiqətdə isə yəni Allah Subhanahu taalanın dərgahında qəbul olan din hansı dindir? İslam dini. Və bu bir daha da qeyd etdiyimiz kimi, yəni o kəslər ki, iddia edirlər ki, bütün dinlər, səmavi dinlər səhihdir, hər öz dini ilə getməlidir və s. iddia edənlərə qarşı bu və bir çox ayə və hədislər onlara nədir? Birbaşa rəddir. Allah Subhanahu taalanın dərgahından qəbul olan din hansı dindir? İslam dinidir. Allah Subhanahu İslamdan başqa heç bir din qəbul etməz. Ancaq o ki qaldı, İslama qədər Yahudi və xristiyanlar olanlar, hansı ki öz dinlərindədirlər, Musa və İsa'ya iman edib itaət edənlər, onlar bəli, İslama qədər öz dinlərinin sahiblərindən, yəni öz dinlərinə itaət edənlərdən sayılırlar. Ancaq İslam gələndən sonra isə onlar avtomatik nə oldu? Nəsx oldu. Nəsx oldu və İslam onlardan ucu olduğunu göstərdi. Və eyni zamanda müəllif ayə gətirir ki, وَمَنْ يَبْدَ غَيْرَ الْإِسْلَامَ دِينًا فَلَنْ يُقْبَلَ مِنْ Kim Allahdan başqa bir dinin dalınca gedərsə, axtararsa, tapınarsa, o ondan qəbul olmaz. Bu da qeyd etdiyimiz kimi birinci ayənin daha da gücləndirir, daha da mənasını təsdiqləyir və bir daha da sübut edir ki, Allahdan başqa, əstəğfurullah, İslamdan başqa qiyamət günü heç bir din Allah Subhanahu taala o dini qəbul etməyəcək. Çünki bəziləri iddia edirlər ki, siz Allahın adından danışırsınız, o da nam Allaha inanır, sən də Allaha inansın, sən Allahın adından danışsan, xeyr, biz Allahın adından danışır, biz Allahın Quran-Kərimdə dediyini insanlara çatdırırıq ki, bunun mənası budur. Əks halda onlar özləri də öz tərcümə elədir, özlərinin möhtəbər adamlara tərcümə elədiyi ayələr də deməz, onun mənasını bu cür tərcümə ediblər, başqa cür tərcümə eləməyiblər. Yəni, olduğu kimi bu cür tərcümə ediblər. Sonra müəllif bu ayələrdən sonra yeni hədisə qədəm qoyur və bu hədis də Səd ibn Əl-Vaqqas radiyallahu anh hədisidir, buyurur ki, Ənə Rasulallahi sallallahu aleyhi və səlləm ətə rəhdən və sə'dun cəlisun fətərəkə Rasulullahi sallallahu aleyhi və səlləm rəculən هو أعجبهم إلي فقلت يا رسول الله ما لك عن فلان فوالله إن لا رآه مؤمنا فقال أو مسلما فسكت قليلا ثم غلبني ما أعلم منه فعد لما قالت فقلت ما لك عن فلان فوالله إن لا رآه مؤمنا فقال أو مسلما فسكت قليلا ثم غلبني ما أعلم منه فعدت لمقالته وعاد رسول الله صلى الله عليه وسلم ثم قال يا سعد إن لعوت الرجل وغيره أحب إلي منه خشيت أن يكبه الله في النار. Səd ibn Əl-Vaqqas radiyallahu anh buyurur ki, bir gündür Peyğəmbər s.ə.v-in yanına bir qism
insanlar gəlmişdi. Və burada rəhd sözü 3-dən 10-a qədər insan toplumu və biraz da daha çox ola bilər. Və deyir, bir toplum insanlar gəldi və Peyğəmbər s.ə.v zəkatdan başladı onlara paylamağa, verməyə. Və deyir, onlardan biri qırağda oturmuş. Yəni, zəkat almaq istəyənlərdən biri qırağda oturmuşdu və deyir, mənim o onlardan daha çox xoşuma gəldi. Dedim, ya Rasulallah, sən ona niyə vermirsən onlar kimi? Ona da ver, mən onu onlardan daha yaxşı görürəm, yəni onu mən mömin görürəm. Peyğəmbər dedi, bəlkə deyir, müsəlman kimi. Və deyir, sakit olum. Və deyir, sonra deyir, biraz keçdi və onun haqqında bildiyi məni təəccübləndirdi. Yəni, mən onu tanıdığım məni təəccübləndi və dedim, ya Rasulullah, bəs filan kəsə niyə vermirsən, mən onu mömin görürəm. Peyğəmbər sam dedi ki, bəlkə müsəlman kimi görürsən, bəlkə müsəlmandır. Və deyir, yenə sakitləşdim. Və bunu bir dəfə, 3-cü dəfə də təsdiqlədim. Yəni, deyir, çünki mən onun haqqında bildiyi mənə təəccüblidir və mən deyirəm, öz and içir, deyir ki, vallahi, deyir, mən onu deyir, o mənim xoşuma deyir, vallahi mən onu mömin görürəm. Və Peyğəmbər s.ə.v deyir ki, bəlkə müsəlman kimi, sonra Peyğəmbər s.ə.v deyir ki, ya Əsəd, deyir, mən deyir, hərdən mal dövləti başqalarına verirəm, hansı ki, vermədikləri mənim üçün onlardan üstündür. Sadəcə ona görə verirəm ki, o verilənlər, əgər bu yaxşılara versə, bu verilməyənlər, qorxuram ki, Allah s.ə.v onları üzü üstə sürüləyib oda atsın. Bu da İmam Buxari rəvayət elədi hədisi. Gəlin görək, indi müəllif bu hədisi, yəni hədisi nə demək istəyir bu hədislə? Əvvəla İmam Buxari rəhməllah bu hədisi iman bölməsində qeyd edib və ikinci də gəlsək, baxsaq, görsək, görərik ki, burada Səd radiyallahu anhu, yəni o biri zəkat götürənlər kimi özünü qabağa vermirdi. Yəni, bu hədis onu göstərir ki, yəni zəkat kimin haqqıdır? Kasıbların haqqıdır. Və Səd ibn Əl-Vaqqas da varlı müsəlmanlardan idi. Yəni, tacirdir, varlı müsəlmanlardan idi və onun da məşhur qıssası var. Yəni, Kəbədə hicrət, Kəbənin fəthinə gedən ildə, xəstələndiyi ilində məşhur qıssası var. Tarix kitablarında bu məşhurdur. Yəni, qızlara miras bölümündə bu hədisi çox işlənir. Və deyir, Peyğəmbər s.ə.v deyir, paylayırdı, zəkatı paylayırdı və qıraqda bir nəfər mənim xoşuma gəlirdi. Və bu sahabənin adı da Cəl ibn Suraq Əd-Daməri idi. Özü də mühacirlərdən idi. Ancaq yenə də, baxma, mühacir idi, mühacirlərin də çoxu kasıblardan idi. Düz, Səd ibn Vaqqas da mühacir idi, Əbubəkir də mühacir idi, Ömər də, Osman da, ancaq Abdurrahman bin Avf da, ancaq onlar o biri sahabələrə baxanda ticarətdə, işdə gücləri var idi. Məncə, Ömər radiyaların xurmalığı var idi, əşib becərirdi, Əbubəkirin ticarəti var idi, Osman radiyaların ticarəti var idi, Abdurrahman bin Avfın ticarəti var idi. Sədin də vəziyyəti onlardan aşağı deyildi, imkanı yaxşı idi. Və Səd isə mühacirlərdən idi. Onlar ki, mühacir, yalnız onlar kimi imkansız deyildi. Yəni, Sədin imkanları, Cəl ibn Sədin imkanları o biri sahabilərdən aşağı idi. Yəni, ehtiyat sahibi idi. Və o, Peyğəmbər zəkat paylayanda, bu da zəkat istəyənlər kimi dayanmış qıraqdakı Peyğəmbər buna da versin. Və Səd ibn Vaqqas görür ki, o can atmır qabağa. Yəni, o birisilər kim qabağa can atmır və deyir ki, ya Rasulallah, bəs ona niyə vermirsin? Axı, o mənim xoşuma gələndir. Yəni, Peyğəmbər hüccət kimi yox. Yəni, deyir, onun, çünki başqa qıssalarda, hədislərdə göstərir ki, Səd ibn Əbi Vaqqas Cəl ibn Səidi yaxşı tanıyırdı. Onu yaxşı tanıyırdı. Çünki onun artıq imanla bağlı məsələlərin, onun imanını, əməlini bilirdi. Xüsusən də mühacirlərdən idi. Hətta bəzi rəvayətlərə görə deyir, o Bədr əhlində də iştirak edib, bir çox döyüşlərdə də iştirak edib. Və Peyğəmbər s.ə.v Sədin and içməyinin qarşısını demədi and içmə. O deyəndə ki, ya Rasul, niyə ona vermirsən? Axı, mən onlardan daha çox xoşuma gəlir. Yəni, mənə daha təəccüblidir onun. Çünki onun əməli, imanı mən bilirəm, yaxşı tanıyıram. Onlar isə bilirəm ki, bu onlar kim deyil, bu onlardan üstündür. Və başqa bir rivayətdə gəlib ki, Əbu Zər radiyallahu deyir ki, ya Rasulallah, sən bu Cəl ibn Səidi necə görürsən? Deyir, yaxşı tanıyıram. Deyir, bəs onları necə tanıyırsan? Deyir, onları da tanıyıram. Peyğəmbər deyir ki, vallahi deyir, Cəl ibn Sədin imanı yerlə göy arasından çoxdur.
Artıq Peyğəmbər onun haqqında bilirdi. Və ona görə Peyğəmbər s.ə.v Səd ibn Vaqqasın and içməyinin müqabilində demədi, niyə and içirsən, and içmə. Sadəcə dedi ki, 3 dəfə təkrarladıqca Peyğəmbər s.ə.v dedi ki, bəlkə müsəlmandır, bəlkə müsəlman kimi. Və buradan da alimlər deyir ki, burada Peyğəmbər s.ə.v 2 səbəbə görə deyir, ona Cəhl ibn Səidə vermədi. Birinci ona görə ki, o verdiyi insanlar qəlblərini alırdı onunla İslam'a. Çünki bir rivayətdə gəlib ki, o verdikləri insanlar qövmlərinin seyidləri idi. İndi o barədə bir-iki cümlə işlədəcək. Və ikinci səbəb ona görə ki, Peyğəmbər s.ə.v Səd ibn Vaqqasa deməyə ki, bəlkə mömin deyil, bəlkə müsəlman kimi deyə. Niyə görə? Ki, insanlar bir-birlərinin qəlbi şeylərinə görə bir-birlərini təzkiyə eləməsinlər. Filankəsin möminə əladır, o imanı belə. Yox. Çünki iman nədir? Qəlbdə olan məsələdir. Və Peyğəmbər s.ə.v insanları bir-birlərinin zahiri əməlinə görə dedi, təzkiyə olunsun. Yəni, zahiri İslamına görə. Ancaq batin əməllər isə kimə xasdır? Allah Subhanahu. Bu iki, İbn Həcər rəhməllah gətirir ki, bu iki səbəb idi ki, məhz Peyğəmbər s.ə.v bu iki səbəbə görə bu cür Sədin and içməyinin qarşısında əslində demək olar ki, Səd and içir. Niyə Peyğəmbər onu təsdiqlənmədi? Bax, bu iki şeyə görə. Çünki bir rivayətdə gəldiyi kimi, Peyğəmbər deyir ki, onlar qövmlərin seyidləridir, mən onların sinəsini, yəni onların qəlbəni İslama nə edirəm? İslama alışdırıram, sevindirirəm, yəni İslama sevişsinlər. Çünki Məkkənin fəthində və ondan əvvəl Huneyn döyüşündə və bir çox döyüşlərdə Peyğəmbər s.ə.v çoxlu qənimətlər əldə eləyirdi. O qənimətlər artıq başlayırdı qövmlərin seyidlərinə verməyə. Çünki hamı bilirdi ki, ərəblərdə belə bir adət vardı ki, yəni böyüyü seyidləri hidayət olsaydı, düzəlsəydi, ona çox insanlar tabi olur, eşidir, gəlir. Və o deyəndə filankəs hidayətə gəlib, deyir, o gəlibsə, deməli, hər şey normaldır, düzdür, o cəmat ona baxıb gəlirdi. Və bu baxımdan Peyğəmbər s.ə.v həmən qövmlərin seyidlərinə verirdi. Hətta onlar deyirdi, ya Rasulullah, necə Məkkənin fəthində Sufyan atası, Muaviyanın atası Abu Sufyan və bir çox onun kimi qövmlərin böyükləri olanlar gəldilər, qənimət götürəndə Peyğəmbər onlara çıxartda 100 dəvə verdi, 100 qoyun verdi. Ya Rasulullah 100-ünü də verdi, götürdü, 100-ünü də verdi. Və bunlar qoyunların sürüb aparırdılar və bunları görən deyir, hardan gəlsə, deyir, biz elə bir adamın yanından gəlir ki, ümumiyyətlə fəqirlikdən qorxmur. Yəni, nə qədər istəsən verir adama. Çünki əslində, baxsan bu dünyada nə qədər əli açıq insan olsa, yəni, desən ki, hamısını ver, hamısını verməyəcək. Deyir, qoy müəyyən qismi özümə qalsın. Ancaq Peyğəmbər o qədər əli açıq, o qədər səxavətli idi ki, deyirlər ki, biz elə bir insanın yanından gəlir ki, o fəqirlikdən qorxmur. Nə qədər istəsən verir. Yəni, onun həddi yoxdur. Və eyni zamanda Peyğəmbər s.ə.v-in Səd ibn Vaqqasa deməsi ki, yəni müsəlman kimi deməsi onu göstərir ki, insanlar bir-birlərini təzkiyə eləməməlidirlər. Çünki təzkiyə zahiri əməllə olmalıdır. Ancaq qəlbi əməllər isə kimə xasdır? Allah subhanahu wa ta'ala edir. Və bu da onu göstərir ki, hətta qənimətlərin bölüşdürülməsində belə, qənimətlər, zəkatlar və başqa mal dövlətin bölüşdürülməsi vaxtı hökmən insanların, imanı zəif olan insanların, İslamı zəif olan insanların qəlbini İslama almaqdan ötürü, İslama sevdirməkdən ötürü onlara zəkatdan vermək olar. Hansı ki, bu birbaşa Tövbə surəsinin 60-cı ayəsində zikr olunan zəkat əhlindən 8də 1 sinifidir. Yəni, Tövbə surəsində 60-cı ayəsində zəkatın 8 sinifi xatırlanır və onlardan biri hansıdır? Mualləfəti qulubumi, qəlblərini İslama alındırmaqla, sevdirməkdən ötürü. Yəni, görürsən, İslama gəlib zəifdir və yaxud da dəvət eləysən. Görürsən, hələ zəifdir, hələ imanı zəifdir, bəli, ona o zəkatdan vermək olar. Xüsusən də əgər kasıbdırsa, ehtiyacı varsa, hətta İslama sevsin, İslamı bilsin ki, bəs İslamda kasıbçılığa baxırlar, kasıbçılığı nəzarlar və s. Və Peyğəmbər s.ə.v də sonda Səd ibn Vaqqasın radiyallahu anh'ın sözünə bir dənə də şey əlavə edir ki, deyir, ya Səd, deyir, mən artıq
bir insana verirəm, yəni var dövlətdən verirəm, qənimətdən verirəm, zəkatdan verirəm və o biri vermədiyim insan bundan nədir? Üstündür. Yəni onun nəyi üstündür? O zahiri əməlləri. Və zahiri əməllər də qeyd etdiyimiz kimi nədən xəbər verir? Qəlbdən xəbər verir. Çünki insanın imanı həqiqi iman olmaz, hətta dilində dediyini, qəlbində etiqad elədiyini bədən üzvlərində göstərməyənə qədər. Və Peyğəmbər s.ə.v bildirir ki, yəni mən bir kəsə hədiyyədən verirəm, zəkatdan verirəm və digəri mənim üçün bundan üstündür. Yəni, bir gün Peyğəmbər s.ə.v qənimətdən bölüşdürəndə, zəkatdan bölüşdürəndə və kasıblara başladı, qıraqdan gələnləri başladı paylamağa. Və Mədinə əhəli gördü Peyğəmbər bunları verəm, dedi, ya Rasulullah, biz də döyüşmüşük, biz də cihad eləmişik, bizim də payımız. Peyğəmbər dedi ki, bəgər siz istəmirsiniz ki, hamısı dəvə ilə, qoyunla, atla, var dövlətlə qayıtsın. Hər üçün başqa yerdən gəlir axı. Siz istəmirsiniz, siz də Peyğəmbər s.ə.v qaydasız. Dedi, ya Rasulullah istəyirik. Yəni Peyğəmbər s.ə.v hərənin əməlinə görə, yəni əməlinə görə insanın ölçüsünü verirdi. Ona qədərin verirdi, qiymətin verirdi, haqqın bilirdi. Ancaq bugünkü kimi yox. Görürsən, məsəl üçün, bugünkü də əksinədir. Görürsən, bir qardaş 20 ildə həccə hidayət olub, saqqaldır, amma görürsən, qardaş həccə göndərməksə cavan oğlanı göndərir. Düzdür, pul özünündür, mülk özünündür, amma hikmət olmalıdır. Hikmət də ondan ibarətdir ki, əgər bir qardaşın İslamı 20 ildirsə, artıq saqqaldır. Artıq bu ölümə daha yaxındır, nəinki o cavan. Sən əksinə onu göndər, qoy qozalı vaxtında sevinsin, xüsusən də bunun İslamı ondan çoxdur. Dünən İslama gəlib həccə göndərir və yaxud da ki, imkanı olan bir adamdır, özü gedə bilər, başqa bir qardaş onu həccə göndərir. Düz, heç bir problem yoxdur, mal sənindir, mülk sənindir. Amma sən istəmərsənmi, sənin göndərin o pula daha çox dua eləyən, daha çox layiqli adam olsun. Niyə görə? Çünki əgər zəkatlar, sədəqələr haqlılığına, yəni haqqı olan insana çatanda daha gözəl olur, daha səmərəli, daha faydalı olur. Ancaq yox, qardaşın imkanı var, gedə bilər. Altında 50-60 il maşın sürür, evi, eşi, hər işi, gücü. Sən onu göndərsən, ehtiyacı olanı göndər. Hansı ki, o insan bəlkə bundan sonra pul yığsa, pul çatdıra bilməz. Çünki ən azı gərək əlavə işi olsun, ticarət olsun. Amma gündəlik maaşla, ən güclə, fəhlənin dolan insanın çox imkanı olmaz, yığsın ki, bir 5.000-4.000 pul düzəlsin, həccə geçsin. Və baxın, görün, Peyğəmbər s.ə.v üslubu ilə istifadə eləməmək, baxır da gəlib ona çıxır. Ancaq gör Peyğəmbər s.ə.v isə burada insanları zahiri əməlinə görə qiymətini, fərqini verir. O insan var dövlət lazımdır, onun imanı var dövlətlə bərkiyəcək, götürsün, aparsın. Tək nə olsun? İmanı möhkəmlənsin. Çünki Peyğəmbər hədisinin axında nə deyir? Deyir, qorxuram ki, o vermədiyimi bilirəm ki, imanına, əməlinə bələdəm. Amma vermədiyim, hansı ki, insansını verirəm, ona verməsəm o dövləti, qorxuram, onu asiliyə aparıb çıxarar və nəticəsində də üzü üstə cəhənnəmə sürüklənərdən olar. Bugün də həqiqdən də bu cür qism insanlar var. Kimlərin ki, qəlbləri dünya malı ilə islah olur, hansı görürsən ki, var dövlət var, imanı əladır. Necə, biz bir də dərslərin birində qeyd etmişdik. Abdurrahman bin Səd rəhməhullahın təfsir kitabında gözəl düz hədisin məxrəcini gətirməyib, amma rivayət kimi gətirib ki, Allah son deyir ki, mən öz qullarımı xəlq etdim və mən də qullarımın qəlblərini gözəl bilirəm. Deyir, qullarımdan eləsi var ki, var dövlət olanda imanları düzgün olur. Var dövlət olmayanda iman gedir. Deyir, qullarımdan eləsi var ki, fəqirlik onların imanını islah edir, fəqirlik onların imanını düzəldir. Əgər onlara var dövlət gəlsə, imanları itəcək. Və deyir, qullarımdan eləsi var ki, o xəstəliklə onlar düzgün olurlar, düzgün imanda qalırlar. Sağlam bədən olsalar, asiliyə atıb imanı itirəcəklər. Və deyir, qullarımdan da eləsi var ki, sağlam bədənlə islah olurlar, imanı olurlar. Xəstə olanda deyir, asiliyə yol verir. Və həqiqdən də qullar bundan qırağa çıxmır. Görürsən, bir qardaşdır, kasırdır, bütün günü meçidlədir. Bir damcı var dövlət olan kimi namazlar yaddan çıxdı. Baş qarışı var dövlətə, əksinə. Görürsən, qardaşdır, var dövlət sahibidir, bütün günü meçidlədir. Bir damcı işində ziyən olsun, qardaş yoxa çıxdı, görürsən bir. İşində problem var. Niyə görə?
Peyğəmbər sallallahu Allah Subhanahu taalanın dediyi kimi, Peyğəmbər sallallahu hədisdə dediyi kimi. Və elə də bu cür xəstə insan, sağlam insan. Görürsən insan sağlamdır, qəşəng gecə namazı və başqa ibadətlər. Görürsən bir damcı qripləyir, heç sünnət orucunu tutmur. Nəyi gecə sünnət orucunu tutmur ki, qripəm, nə olub bir damcı burnu axır. Hələ başqa şey olmayıb. Və əksinə, görürsən insan xəstədir, Allaha daha çox yaxındır, namazda. Görürsən bir damız sağlamlaşır, getdi zina eləməyə, başqa günahlar işlətməyə. Və eləcə də bu cür. Və ona görə Peyğəmbər s.ə.v. baxın, hətta o zəkatın, qənimətin, başqa var-dövlətin bölünməsində hikmətə baxın ki, Peyğəmbər s.ə.v. hansı insan nə ilə islah olursa, onu o cür islah eləyir. Necə hədisdə dediyimiz kimi, birinə deyir Allah yolunda cihad yaxşıdır, birinə deyir valideynə itaat, birinə deyir vaxtına qılınan namaz verək və s. Hər insanda nə çatışmır, onda o üstünlüyü vermək lazımdır. Bunda bugün zahiri əməllər yoxdur, boş yerə cihaddan danışır. Nəyinə lazımdır onun cihad? Bu da meçidə gedmir bu adam. Namaz, gündəlik namazını qılmır. 5-5-in birdən, 3-ün birdən qılır. Aydındır. Bu hansı küfrdən, hansı təğudan, hansı iman danışacaq? Baxsan, görsən, hətta özlərinə bir-iki dənə qayda da çıxardıblar ki, bəs tağut dövlətində, küfür dövlətində cüməyə getmək olmaz. Niyə görə? Çünki deyir ki, o nədir onun adı, meçidin imamı tağutun əmirlərindən, tağutun dediyini eləyir. Əgər o tağut deyibsə ki, namaz qılsınlar, imam deyir, namaz qılın. O nə problem var ki? Allah Subhanahu deyir, Peyğəmbər səhəm deyir. Yəni, özlərindən hansı dəlilə, hansı qanuna uyğun olar, özlərindən bu faydalar çıxardarlar, onu yəni bir Allah bilir. Və baxın, görün, burada da Peyğəmbər s.ə.v. yəni Səd ibn Əl-Vaqqasa bildirir ki, yəni mən vermədiyim insan bəllidir. Ancaq vermədiyim insan qorxuram ki, onun ucbatından, asili ucbatından, yəni o kasıbçılığı ucbatından asiliyə çönər və o üzü üstə sürüşlənib cəhənnəmə düşənlərdən olar.